Fikrət bu sözlərin qarşısında Cəvahirə inandı. Məhəbbət gözünü tutmuşdu onda. Söz verdi ki, bir də ondan şübhələnməyəcək. Belə söhbətlər salmayacaq araya. Səhəri gün elçilik oldu. Nişanlandılar və 1-2 ay sonra evləndilər. Fikrət indi Cəvahirlə evliliklərinin ilk illərini, əsas da ata evində keçirdikləri 2 ili yada salanda özü-özündən utanırdı. Həmin illər rəngarəng məhəbbət oyunları gənc ər-arvadın gündəlik həyatlarının əsasını təşkil edirdi. Cəvahirin bu dərəcədə çılğın, bu dərəcədə ehtiraslı olduğunu ağlına belə gətirə bilməzdi. Sən demə, canında nələr var imiş bu qızın? Hər gün bir-birindən fərqli məhəbbət oyunları düşünüb tapır. Fikrətin bu oyunlardan başının açılmağına imkan vermirdi. Onun belə hərəkətlərini atası ilə Rəhimə də hiss etmişlər artıq. Eyni zamanda cavan gəlinin evdə şortikdə gəzməsi, soyunub əri ilə birlikdə hamama girməsi onların heç xoşlarına gəlmirdi. Artıq Cəvahirin belə işlərinə görə əməlli başlı deyinməyə başlamışdılar. Fikrət isə belə çıxır ki, o vaxtlar arvadına tamamilə uymuşdu və onun heç bir hərəkəti gözünə pis görünmürdü. Rəhimə bir gün Fikrətə dedi ki, zəhmət çək, arvadına nəzarət elə. Dedi ki, Cəvahir kəndin bazarında Mirağa adlı pal-paltar satan biri ilə şübhəli əlaqədədir. Saatlarla dayanıb onunla laqqırtı vurur, danışıb gülür. 2 gün sonra Fikrət arvadı ilə birlikdə bazara gedəndə Cəvahir elə ərinin yanındaca Mirağaya salam verdi. Evə qayıdandan sonra Fikrət bu məsələni böyüdüb, arvadı ilə ilk dəfə dava mərəkə qurdu. Dedi, məni pis vəziyyətdə qoyursan, yanımda yad oğlana salam verirsən. Axı görənlər nə düşünər sənin barəndə? Cəvahir isə həmişəki kimi onu öz şirin dili ilə, öz məntiqi ilə anlatmağa çalışdı. Ay əzizim, analığın o gədə ilə alver eləyir. Tez-tez mal alır ondan. Neçə dəfə özü məni onun yanından nəsə almağa ya da aldığı malın pulunu verməyə göndərib. Mən o adamla indiyədək ancaq mal barədə danışmışam. Həmişə də salam vermişəm. İndi sənin yanında salam verməsəydim, mənim haqqımda nə düşünərdi? Düşünməzdi ki, demək onunla tanışlığı səndən gizlədirəm. Ürəyinə pis bir şeylər gəlməzdi. Fikrət əslində o vaxt arvadına inanırdı. Ona görə ki, Rəhimənin gündən-günə artan atmacalarına fikir verməməyə çalışırdı. Bilirdi axı, Rəhimə də az aşın duzu deyil. Ara vurmağı, söz-söhbət yaratmağı xoşlayır. Bir tərəfdən Cəvahiri Mirağanın yanına göndərir, bir tərəfdən isə Fikrətə arvadının başqası ilə əlaqəsi olmağından söhbət açırdı. İnsafla deyəndə Cəvahir şirindil idi, işgüzar idi. Fikrətin atasına da, Rəhiməyə də çox yaxşı qulluq edirdi. Bunları görən Fikrət onun barəsində hansısa pis fikrə düşməyi ağlına gətirmirdi. Əksinə, Rəhimə ilə münasibətləri getdikcə pisləşir, bu qadına olan nifrəti artırdı. Sonra o göy qardaşı Bahadurla da aralarında bəzi xırda şeylərin üstündə mübahisələr yarandı. Və bununla əlaqədar Rəhimə onun gününü daha çox qara etməyə başladı. Belə vaxtda Rusiyadan Bakıya gəlmiş keçmiş sinif yoldaşı Rizvan onunla görüşdü. Rusiyada yaşadığı şəhər barədə yaxşı sözlər danışdı və dedi ki, sən savadlı adamsan, mənimlə gəlsən, əl-ələ verib böyük işlər görə bilərik. Onda artıq Yunis 1 il idi ki, doğulmuşdu. Rizvanın dedikləri Fikrətin başına girdi və Cəvahirlə Yunisi də götürüb Rusiyaya gəldi. Rizvan Rusiyadakı hərbi xidmətini bitirib, bu şəhərdə qalmış, bir avtoritetin cangüdəni olmuşdu. 2 il sonra həmin avtoriteti öldürmüşdülər və Rizvan gah reketliklə, gah da alverlə məşğul olaraq müstəqil baş saxlamağa başlamışdı. Fikrət bu şəhərə gəlməsində ilk illər özünə yurt yuva qurmasında özünü dostuna çox borclu sayırdı. Rizvanın bu şəhərin kriminal aləmində özünə məxsus nüfuzu var idi. Deyirdi ki, sənin kəllən məndə olsa şəhərdə birinci adam olaram. Deyirdi ki, sən ağlını işlət,
Mən də qolumu əl-ələ verib bir iş görək. Beləliklə Fikrətin biliyi, təşkilatçılıq qabiliyyəti və Rizvanın dəstəyi ilə firma yaradıb onu inkişaf etdirdilər. Bir gün Rizvan onu Tansu adlı bir qızla tanış etdi və dedi ki, bu qızla evlənmək istəyir. Başqır türklərindən olan Tansu şəhərdəki Pedaqoji İnstitutun Coğrafiya fakültəsində oxuyurdu. Fikrət qızı dərhal bəyəndi. Su şirin, dilli dilavər, həm də abırlı həyalı bir qız idi Tansu. Cəvahirin də ürəyinə yatmışdı və ilk vaxtdan bir-birlərinə isinişdilər. Cəvahirin az bir müddətdə rus dilini öyrənməsində Tansunun da rolu az olmamışdı. Sonra Fikrət Tansunun institutdakı qrup yoldaşı və ən yaxın rəfiqəsi olan Elza adlı rus qızı ilə tanış oldu. O vaxt Elza son dərəcə arıq, ağbəniz, xəstə görkəmli, qarasaç bir qız idi. Ruslara o qədər də bənzəmirdi. İnstitutda təhsil almaq üçün buraya qonşu şəhərlərin birindən gəlmişdi. Birinci görüşdə Rizvan onu Elza ilə tanış edəndə bu qız Fikrətin nəzərini heç nə ilə cəlb etmədi. Əslində diqqəti cəlb edəcək yaraşığı da yox idi. İkincisi də Fikrət, Rizvan, Tansu və Elza birlikdə görüşürdülər. Cəvahir onda artıq Fikrətin yenicə açdığı bir mağazada işləyirdi və işlə əlaqədar gələ bilməmişdi. Həmin görüşdə Elza Fikrətə yaman çox, həm də qəmgin nəzərlərlə baxırdı. Sonra nədənsə bir qədər tez qalxdı. Dedi ki, gedib dərslərini hazırlamalıdır. Sonra daha bir dəfə görüşdülər. Fikrət hiss etdi ki, Elza ona qarşı laqeyd deyil və elə özündə də bu qıza qarşı nəsə məhrəmlik duymağa başladı. Həmin vaxtlar Cəvahirlə aralarında olan qızğın məhəbbət artıq yavaş-yavaş soymağa başlamışdı. Arvadı onu əvvəlkilər kimi məhəbbət oyunlarına cəlb etməyə daha o qədər də səy göstərmirdi. Axşamlar bəzən yatağına girən kimi yuxuya gedirdi və ondakı bu dəyişikliyin səbəbini Fikrət heç cür anlaya bilmirdi. Sonra anladı ki, elə o özü də Cəvahirdən soymağa başlayıb və özündən asılı olmayaraq Elza ilə daha tez-tez görüşməyə can atır. Onun Elzaya qarşı olan hissləri bəlkə də ötəri bir hiss kimi keçib gedəcəkdi. Cəvahirlə münasibətləri öz yoluna düşəcəkdi. Amma bu zaman elə bir hadisə baş verdi ki, onda artıq Rizvanla Tansu evlənmişdilər. Yaxşı, yadda qalan bir toyları olmuşdu. Doyunca yeyib, içib, şənlik edib, şəhər ətrafına gəzintiyə çıxmışdılar. Bir gün Fikrət İvanovka kəndində idi. Axşama kimi orada olub, istirahət mərkəzinin tikintisinə rəhbərlik edəcəkdi. Günortaya yaxın Rizvan kənddəki müvəqqəti ofisə zəng vurub dedi ki, Fikrət tez evə gəlsin. Səsində anlaşılmaz bir həyəcan var idi. Səbəbini soruşanda heç nə demək istəmədi. Gəl, bilərsən. Cəld maşına əyləşib şəhərə gəldi. Evə girəndə döşəmədə balayarın meyidini görüb heyrətindən yerindəcə qurudu. Hamamdan çıxmış, xalata bürünmüş divanda oturmuş Cəvahir qorxudan titrəyirdi. Yunislə Elvin görünmürdülər. Gözləri hələ də balayarın cansız cəsədində olduğu halda sanki öz-özü ilə danışırmış kimi pıçıldadı. Bu nə deməkdir? Arvadından sorur. Dostu əsəbi halda cavab verdi. Cəvahirin qorxusundan ağarmış üzünə baxdı. Mən qadın kəkələdi. Mən heç nə bilmirəm, hamamda idim. Çıxıb gördüm ki, alçaq evdədir. Sonra Rizvan gəldi. Mən bu it oğlunu əvvəldən izləyirdim. Rizvan meyidi göstərdi. Neçə dəfə bunları şübhəli söhbət edən görmüşdüm. Amma hələlik sənə demək istəmirdim. Cəvahir özünü tamam itirmişdi. Onların üzünə baxa bilmirdi. Bir-iki dəfə yaxınlaşmışdı mənə. Ancaq Allah haqqı mən... Qadının əynində xalatdan başqa geyim yox idi. Bədəninin görünən hissələrini örtmək üçün yerində qurcuxub xalata daha bərk-bərk büründü. Balayın yerə sərilmiş meyidinə baxan isə dərhal anlayardı ki, Rizvan otağa girəndə o da soyunurmuş. Artıq hər şey göz qabağında idi. Allah sənə qənim olsun. Fikrət birdən-birə səsini qaldırdı. İndi nə idim səninlə?
Səni də mən öldürüm, uşaqlarım yetim qalsın. Cəvahirin səsi titrədi. Fikrət, sən mənə inanmırsan? Yox, inanmıram. Gör məni kimə satdın sən? Vücudu 5 qəpiyə dəyməyən tüfeylinin birinə. Balayar Rusiyada oğurluq həbs olunmuşdu. Həbsdən çıxandan sonra Azərbaycana qayıtmayıb bu şəhərə gəlmiş, Fikrətdən iş istəmişdi. Fikrət də ona tikintidə fəhlə işi vermişdi. Amma sonralar gördülər ki, axmağın, avaranın biridir. Həm də içki düşkünü, narkoman. İşləməklə də heç arası yox idi. Vaxtının çoxunu orada-burada, it kimi sülənməklə, yatmaqla keçirirdi. Rizvan Balayarın dəfnini təşkil etdi. İşi elə qurdu ki, hamı onun içkidən, nəşədən öldüyünə inandı. Dəfn zamanı meyidi elə özü yudu ki, güllə yarasını görən olmasın. Dövlət orqanlarından da heç kəs şübhələnib işi araşdırmadı. Fikrət isə Cəvahiri boşayıb Bakıya yola saldı. Xəyanət üstündə tutulmuş və buna görə dili qısa olan Cəvahir çox da yalvarıb yaxarmadı. Təkcə Elvini özü ilə götürüb Bakıya getdi. Sonra Fikrət Elza ilə evləndi və daha Cəvahirdən heç xəbər tutmadı. Bir də 15 il sonra Bahadurla Kəmalə Bakıdan köçüb bura gələndə onlardan keçmiş arvadını və oğlunu soruşdu. Məlum oldu ki, ata-anası artıq çoxdan ölmüş Cəvahir ata evində Elvinlə tək yaşayır. Ərə getməyib. Bir də Bahadur dedi ki, onun bildiyinə görə Cəvahir şəhərdə özünə gözəllik salonu açıb və yəqin ki, maddi vəziyyəti də pis deyil. Fikrət qardaşının sonraki danışığından belə anladı ki, Cəvahir Bakıda heç də namuslu həyat sürmür. Yenə keyfi istədiyi kimi geyinir, birinin maşınından düşüb o birinin maşınından minir və s. Elə onun gözəllik salonunu hansı pulla açılması özü şübhəli idi. Məlum məsələdir. Ərsiz qadın ola, üstəlik də yaraşıqlı. Bakıda baş saxlaya bilməyən Bahadur arvadını və 2 uşağını götürüb Fikrətə pənah gətirmişdi. Fikrət də onları pis qarşılamadı. İvanovkadan vəqqəti qalmağa yer verdi. Ögər qardaşını işlə təmin etdi. Şəhərdəki böyük malikanəsi tikilib hazır olandan sonra isə onları da öz yanına gətirdi. Yalnız bir dəfə Bahadurgilin köçüb bu şəhərə gəldiyi günün axşamı Fikrət Cəvahirlə keçirdiyi günləri xatırladı. Sonra isə keçmiş arvadının xəyanətini yada salıb, onun xəyalını beynindən qovdu və çalışdı ki, bir daha bu qadın barədə düşünməsin. 3-cü bölüm. Fikrət Nəzərlinin Moskvalı qonaqları yarım saat olardı ki, gəlib çıxmışdılar. Axşam idi. 2 mərtəbəli uzun evin qarşısındakı meydançada şam yeməyi üçün süfrə açılmışdı. Fikrətin can güdənlərindən Soltan və Valeri darvazanın yanında, onların başçısı hündürboy Kolya isə masanın yaxınlığında dayanmışdı. Elza, Rizvan, Bahadur, Kəmalə, onların uşaqları, Turxan, Aydəniz və 2 gənc qonaq masanın arxasında öz yerlərini tutmuşdular. Xidmətçiləri isə süfrəyə yemək daşıyırdı. Masanın baş tərəfində 2 stol boş qalmışdı. Bu yerlər ev sahibi ilə onun yəhudi dostu Abram Fixmanın idi. Onlar bir qədər kənarda gəzişir, süfrə arxasına keçməyə tələsmirdilər. Orta boylu, dolu bədənli Fixman dostuna oğlunun ölümü ilə əlaqədar başsağlığı və xeyli ürək-dirək vermişdi. Danışığının axırında isə bir daha təkrar etdi. Sonuncu qəmin olsun Fikrət, çalış ki, səbirli olasan. Fikrət başını ağır-ağır tərpətdi. Yaxşı ki, gəldiniz Abram, yoxsa yaman narahat idim. Daha narahat olmağına dəyməz. Fixman başı ilə masaya tərəf işarə etdi. Özümlə 2 dedektiv gətirmişəm. Burada sənin yanında qalacaqlar. Cinayətin təhqiqatı ilə məşğul olacaq, həm də səni, ailəni qoruyacaqlar. Ev sahibi masa arxasında oturmuş, gənc qonaqları kənardan bir qədər inamsız baxışlarla süzdü. Kimdir ki bunlar? Oğlan Ayxan Asayev, yanındakı qız isə Melisa Kazakovadır. Hər ikisi mənim ən bacarıqlı dedektivlərimdir.
Melisa isə əlavə olaraq ballistika üzrə mütəxəssisdir. Silahlardan baş çıxarmaqda ustadır. Yaxşı, bəs dediyin o Axillesi niyə gətirmədin? Bu oğlan elə Axillesin özüdür. Yəni Axilles ləqəbidir bunun. Rəsmi adı Ayxan Asayevdir. Amma indiyədək adı və soyadı 2 dəfə dəyişdirilib. Ayxan həm də ilk adıdır. Bu ada atası verib ona. Hə, onu da deyim ki, atası sizin həmyerlinizdir. Sumqayıtda doğulub. Anası isə Çeçen olub. Kazanda yaşayıblar. Ayxan da elə orada anadan olub. 10 yaşında olanda valideynləri ayrılıblar. Anası da bunu götürüb Çeçenistana gedib və orada bir Çeçenlə ailə qurub. 4 il sonra Moskvada fəaliyyət göstərən bir xüsusi xidmət orqanının göstərişi ilə həmin qadını, ərini və 2 körpə uşağını qətlə yetiriblər. 14 yaşlı Ayxanı isə oğurlayıb, bir müddət xüsusi hazırlıq dərsləri keçdikdən sonra adını və soyadını dəyişərək öz sıralarına qatıblar. O vaxtdan bu oğlanın başına gəlməyən iş qalmayıb. Əfqanistanda, İraqda, Türkmənistanda müxtəlif ağır əməliyyatlarda iştirak edib. Neçə dəfə çox təhlükəli vəziyyətlərdən sağ-salamat çıxıb. Yaxşı, necə olub ki, sonradan bu oğlan sənin əlinə düşüb? Fikrət öz əməkdaşından ürək dolusu danışan dostunun sözünü kəsdi. Hüquq Xidmətləri Bürosunun rəhbəri yalnız bircə anlığa fikrə getdi. Sonra isə yenə astadan təmkinlə danışmağa başladı. Həmin xüsusi xidmət orqanı tərəfindən Asayev və bir yoldaşına hansısa bir ailəni tamamilə aradan götürmək tapşırığı verilibmiş. Bunlar tapşırığı yerinə yetiriblər. Evə girib ailə üzvlərini öldürüblər. Yoldaşı 3 yaşlı qız uşağını güllə ilə vurub yaralayanda Ayxan nə düşünübsə birdən özünü irəli ataraq uşağı xilas etmək istəyib. Bu zaman bununla heç bir cür razılaşmayan yoldaşını öldürməyə məcbur olub və yaralı uşağı götürərək evdən çıxıb. Həqiqətən, Ayxanın bəzi qəlbi xasiyyətləri var ki, ondan heç cür baş açmaq olmur. Hə, qızı xəstəxanaya çatdıraraq aradan çıxıb və bir daha öz şeflərinin yanına qayıtmayıb. O vaxtlar bir nəfər onu təsadüfən mənimlə tanış etdi. Mən ona Asayev soyadını verdim və büromda işə götürdüm. Ada gəldikdə isə yenidən ilk adına qayıtmaq istədiyini bildirdi. İndi həmin xüsusi xidmət orqanı bunu hələ də axtarır. Tapsalar dərhal öldürməyə çalışacaqlar. Ancaq Ayxan Asayevi tapmaq və ya öldürmək o qədər də asan məsələ deyil. Hə, yeri gəlmişkən, Axilles ləqəbini də bunu mən vermişəm. Əvvəlki yerində işləyərkən dəfələrlə ölüm təhlükəsindən qurtulduğunu, bir növ güllə batmaz olduğu üçün. Bilirsən də, Yunan mifologiyasında Axilles əfsanəvi qəhrəman olub. Güya anası oğlunu ölməz etmək üçün onu yeraltı müqəddəs Styx çayının suyuna salıb. Suya salarkən dabanından tutduğu üçün ora müqəddəs su dəyməyib və Axillesin yeganə zəif yeri dabanı olub. Bilirəm, Fikrət hövsələsiz halda başını tərpətdi. Sonra mən Ayxanın keçmişi ilə dərindən maraqlandım. Atası Kazandan Bakıya köçərək orada 2-ci dəfə evlənib. 2-ci arvadından bir oğlu və bir qızı var. Özü də Bakıdakı universitetlərin birində professordur. Amma Ayxan özü bunları bilmir. Ona atasının da öldüyünü deyibilərmiş. Mən də belə bir qəhrəmanı əldən buraxmamaq üçün bu sirri saxlamaq qərarına gəldim. Xahiş edirəm, sən də bunu heç kəsə deməyəsən. Fikrət razılaşdı. Demərəm, amma doğrusu mən inanmıram ki, bunlar bir iş görə bilərlər. Mənə daha təcrübəli adam lazım idi. Yaşının az olmağına baxma, o kifayət qədər təcrübəlidir. 3 ildir mənim yanımdadır. 1 il ciddi xəfiyyə məktəbi keçib. Sonra 2 ildə müstəqil olaraq 9 cinayətin üstünü açıb. Melisa isə artıq 5 ildir mənimlə işləyir. Çox zirəng qızdır. Özün görəcəksən. Nə deyirəm, baxarıq. Keçək süfrə başına. Deyəsən bizi gözləyirlər. Masanın baş tərəfindəki yerlərinə keçdilər. Türk aşpazı tava kababı bişirmişdi. Yemək çox sakit keçdi. Süfrəyə spirtli içki qoyulmamışdı. Yemək bitən kimi Abram Fixman dodaqlarını salfetlə silib,
Bir qurtum meyvə şirəsi içdi və üzünü Rizvana tutdu. Rizvan Salmanoviç, mən indi buradan gedəcəm. Gecə reysi ilə Moskvaya qayıtmalıyam. İstəyirəm getməzdən əvvəl hadisənin necə baş verdiyini sizin öz dilinizdən eşidim. Xahiş edirəm, danışın. Qoy bunu bizim uşaqlar da eşitsinlər və təhqiqat üçün əllərində əsas olsun. Rizvan bir anlıq susub siqareti yandırdı. Cənab Fixman, siz məni az-çox tanıyırsınız. Bu yaşımda çox hadisələr, çox cinayətlər görmüşəm. Yəqin artıq eşitmişsiniz. İvanovkadakı ferma yanılandan sonra hadisə yerindən güya Karamyana məxsus alışqan tapılıb. Ancaq ən avam adamlar deyə bilər ki, bu işi o erməni edib. Mən şəxsən dərhal Yuri Tarasovdan şübhələndim. O artıq çoxdandır ki, İvanovkadakı istirahət mərkəzini də fermanın yerləşdiyi ərazisini də almaq üçün əlindən gələni edirdi. Bundan başqa yanğın törədilən vaxt ferma tərəfdən gələn meşə yolunda qara rəngli Jaguar XJ8 görmüşdülər. Mən yaxşı bilirəm. Müstəntiq də araşdırıb ki, Karamyanın yaxın ətrafında heç kəsin Jaguarı yoxdur. Amma Tarasova tabe olan 4 şəxsdə belə avtomobil var. Mən istədim ki, bu işin Tarasovun hansı adamı tərəfindən törəldiyini tapım. Çünki müstəntiq Sakulinin bizə nə qədər yaxın və eyni zamanda təmiz adam olsa da, onun bu cinayəti aça biləcəyinə inanmırdım. O prokurora tabedir. Prokuror da bildiyiniz kimi Tarasovun qaynıdır. Fikrətdən xəbərsiz olaraq, rəhmətli Yunislə ikimiz qərarlaşdırdıq ki, bu işi özümüz araşdıraq. Daha doğrusu, bunu ilk dəfə Yunis təklif etdi. Yuri Tarasovun Oskar adında bir qaraj müdürü var. Əvvəllər mənimlə yaxın olub. Oskara dedim ki, Yunislə ikimizin onunla görüşmək istəyirik. Dərhal razılaşdı. Görüşü dünən axşam saat 9-a təyin etdik. Delfin kafesində görüşməli idik. Aha, maraqlıdır. Fixman onun sözünü kəsdi. Rizvan bir qədər susub süfrə arxasında oturanlara nəzər yetirdi. Hamı, o cümlədən Ayxanla Melisa ona çox diqqətlə qulaq asırdılar. Davam etdi. Saat 9-a təxminən 20 dəqiqə qalmış, heç kəsə bildirmədən ikimiz evdən çıxdıq. Həyətdə təkcə Kolya görünürdü. Maşınımı darvazanın o tərəfdə saxlamışdım. Həyətdən çıxanda yazıq Yunis qabağa düşdü. Mən onun arxasınca gedirdim. Ondan təxminən 2 metr arxada idim. Yunis darvazadan çıxdı, sonra mən çıxdım. Mən darvazadan çıxanda sağ tərəfdən asfalt yolla bir maşının sürətlə gəldiyini gördüm. Hər şey çox ani oldu. Maşın bizim bərabərimizə çatanda sükanın arxasında oturmuş adam sol əlində tutduğu tapancadan atəş açdı. Elə birinci atəşdə Yunis yerə yıxıldı. Mən özümü irəli atmaq istəyəndə ikinci atəş açıldı və maşın sovuşub gözdən itdi. Güllə mənim sol çiynimi yalayıb keçərək darvazaya dəymişdi. Yerə yıxılmış Yunisi qaldırmaq istədim. Gördüm ki, artıq keçinib. Fikrət başını aşağı dikib, alnını masanın üstünə qoyduğu qollarına söykədi. Fixman dərli ataya ötəri nəzər salıb yenə Rizvana baxdı. Maşın hansı markadan idi? Darvazanın üstündəki fənar darvazanın qarşısını aydın işıqlandırır. Küçədə isə işıq çox zəif idi. Amma dəqiq deyə bilərəm ki, bu Jaguar idi. Qara rəngli Jaguar. Oskardan başqa daha kim bilirdi Delfin kafesinə gedəcəyinizi? Melisa Kazakova söhbətə qarışdı. Bütün qəhvəyi saçları arxaya daranıb, sadə iplə bağlanmış, sifətində seyrək çillər olan orta boylu, qıvraq hərəkətli bir qız idi. Əyninə solğun göy rəngli cins parçadan şalvar və gödəkçə geyinmişdi. Rizvan qıza bir qədər tərəddüdlə cavab verdi. Mən Yunisdən başqa heç kəsə deməmişdim. Bir də bizdən başqa Bahadur bilirdi Oskarla görüşəcəyimizi. Ona Yunis bildirmişdi. Amma mən sonra hər ikisinə tapşırdım ki, heç kəsə deməsinlər bu barədə. Mən heç kəsə deməmişdim. Bahadur yerindən söz atdı. O qardaşı Fikrətə demək olar ki, heç bənzəmirdi. Yəqin daha çox anası tərəfə çəkmişdi.
xüsusən alnının çox dar olmasında. Qarayanız və bir qədər çopur sifətində bu əlamət daha çox diqqəti cəlb edirdi. Bəs siz həmin gün görüşə getməyəcəydiniz? Fixman Bahadurdan soruşdu. Gedərdim, ancaq mən həmin vaxt burada deyildim. Harada idiniz? İvanovkada. Buna şahidiniz var? Melisa qəflətən sual verdi. Bahadur dönüb ona məzəmmətlə baxdı. Bəli, var. Deyilən saatda, yəni saat 9 radələrində öz maşınımla kənddən çıxıb bura gəlirdim. Ruslan adlı bir dostum da yanımda idi. Dosta bax, Rizvan astadan narazı halda mızıldadı. Fikrət də, mən də neçə dəfə demişik ki, o əclafdan uzaq ol. Bunun məsələyə dəxli yoxdur. Bahadur kobudluqla dilləndi. Melisa Kazakova mənalı tərzdə başını yelləyib sustu və Fixmana baxdı. Hüquq Xidmətləri Bürosunun rəhbərə azacıq fasilədən sonra Rizvana növbəti sualını verdi. Siz şəxsən Oskardan şübhələnirsiniz? Müstəntiq Oleg Sakulin araşdırma aparıb. Rizvan cavab verdi. Oskar həqiqətən saat 9-da Delfin kafesində olub. Amma mən əminəm ki, o bizim onunla görüşmək istədiyimizi Tarasova deyibmiş. Bu qətl lap yəqin Tarasovun göstərişi ilə başqa adam tərəfindən törədilib. Aha, Fixman başını asta-asta tərpətdi. Delfin kafesi buradan nə qədər məsafədədir? Bu sualı Ayxan Asayev verdi. O xurmaya saçlarını çox qısa vurdurmuş, idmançılara məxsus normal boy-buxunluq, xüsusi cəlbedici görkəmi olan bir gənc idi. Sağ qaşının üstündə kiçik bir çapıq yeri diqqət cəlb edirdi. Üzünü təmiz qırxmış, əyninə boz rəngli cins şalvar, nazik dəridən qara gödəkçə geyinmişdi. Tünd mavi gözlərində ilk baxışdan laqeyd bir ifadə oxunurdu. Bir qədər qabağa əyilmiş masaya dirsəkləndiyi üçün gödəkçəsi yuxarı dartılmışdı və arxadan kəmərinə keçirdiyi P-38 tipli tapancasının dəstəyi görünürdü. Maşınla buradan 5-6 dəqiqəlik yoldur, Rizvan dilləndi. Müstəntiq Oskarın kafeyə məhz hansı vaxt gəldiyini dəqiqləşdiribmi? Ayxan növbəti sualını verdi. Bilmirəm, Sakulin dedi ki, Oskar saat 9-da kafedə olub. Vəssalam. Yenə bir anlıq sükut yarandı. Bayaqdan qanqara oturmuş Bahadur cibindən İzmir siqaret qutusunu çıxarıb bir siqaret odladı. Yanında əyləşmiş Ayxan qutunu ondan alıb maraqla baxdı. Türk siqareti çəkirsiniz? Yox, mən bundan çəkmirəm, Bahadur dedi. Ruslan verib bunu mənə. Ayxan qutunu sahibinə qaytardı. Süfrə başında üzücü sükut davam edirdi. Bahadurun qızı anasının qulağına nəsə pıçıldadı. Kəmalə onu da, oğlunu da qaldırıb özü ilə evin 2-ci mərtəbəsinə çıxartdı. Yemək başlayandan bircə kəlmə də dinib danışmayan Elza Mixaylovna əlinin işarəsi ilə xidmətçi qadını çağırıb süfrəni yığışdırmağı tapşırdı. Yaxşı, Fixman birdən dillənib ətrafa göz gəzdirdi. Bayaq dediniz ki, hadisə baş verəndə Kolya həyətdə olub. Kimdir o? İndi haradadır? Kolya mənəm. Fikrət Nəzərlinin həm sürücüsü, həm də can güdəni olan Kolya masaya yaxınlaşdı. O bayaqdan ayaq üstə kənarda dayanıb ətrafa nəzarət edirdi. Siz danışın görək. Nə görmüşsünüz? Mən Kolya danışmağa başladı. Həyətdə gəzirdim. Gördüm ki, Rizvan Salmanoviç ilə Yunis evdən çıxdılar. Pilləkənlə aşağı enib darvazaya tərəf getdilər. Arxalarınca getdim ki, onlar çıxandan sonra darvazanı bağlayım. Bu zaman dalbadal açılan 2 güllə səsi və sürətlə uzaqlaşan maşının uğultusunu eşitdim. Yürüyüb darvazadan çölə çıxdım. Gördüm ki, Rizvan Salmanoviç əli ilə sol çiynini tutub. Yunis isə yerə yıxılıb. Maşını gördünüz? Yox, ancaq səsini eşitdim. Yaxşı, siz işinizdə olun. Fixman üzünü ev sahibinə tutdu. Narahat olma Fikrət, bizim uşaqlar hər şeyi dərindən araşdırıb qatili tapacaqlar. Buna əmin ola bilərsən. Təki sən deyən olsun. Fikrət başını tərpətdi. İndi isə qonaq saatına baxdı. Xahiş edirəm.
Kiməsə tapşır məni hava limanına çatdırsın. Təyyarəyə gecikə bilərəm. Kolye aparacaq səni. Ayağa qalxdılar. Kolye həyətdə saxlanmış boz rəngli BMW-nin sükanı arxasında oturub onu işə saldı və Sultanın açdığı darvazadan küçəyə çıxartdı. Abram Fixman darvazanın qarşısında maşına əyləşəndə onu yola salmağa çıxmış Fikrətə dedi. Sən bu uşaqlara imkan yarat, onlar oğlunun qatilini mütləq tapacaqlar. Sonra vəkillik bir iş olsa, mən yenə qulluğunda hazıram. Qapını örtdü və maşın yola düşüb getdi. Həyətə qayıdan Fikrət masanın yanında Rizvanla söhbət edən qonaqlarına yaxınlaşdı. Gəlin sizə otaqlarınızı göstərim, istirahət edin. Mən istəyirəm hadisə yerini təhqiq edim. Melisa dilləndi. Sabah təhqiq edərsiniz. Bir də ki, müstəntiq oranı necə lazımdır araşdırıb. Sabah səhər yeməyində o da burada olacaq. Sizi tanış edərəm, suallarınızı verərsiniz. Pilləkənlə 2-ci mərtəbəyə qalxdılar. Bu villanın 1-ci mərtəbəsində xidmətçilər yaşayırdılar. Eyni zamanda mətbəx, ərzaq anbarı filan da orada yerləşirdi. 2-ci mərtəbədəki otaqları isə Fikrətin, Rizvanın və Bahadırın ailələri arasında bölünmüşdü və burada əlavə olaraq qonaq otaqları da var idi. Fikrət dəhlizə gedib bir otağın qapısını açdı. Bu sizin otağınızdır, Melisa dedi. Bu qonşu otaq isə sizin. Ayxana baxdı. İstirahət edin. Bir şey lazım olsa Rizvana, ya xidmətçilərdən hər hansı birinə deyə bilərsiniz. Ev sahibi çox dərdli görünürdü və bu, oğlunu bugün dəfn etmiş ata üçün tamamilə təbii idi. Siz arxayın olun, Melisa ona təskinlik vermək istədi. Biz qatili tapacağıq. Doğrusu, buna o qədər də inanmıram. Fikrət könülsüz dilləndi. Mən gözləyirdim ki, Abram işi araşdırmaq üçün daha təcrübəli bir adam gətirəcək. Bəlkə biz çıxıb gedək, ağzında saqqız çiynəyən Ayxan söz atdı. İstədiyiniz vaxt gedə bilərsiniz, amma hər halda indi qonağımsınız və deməli istədiyiniz qədər də qala bilərsiniz. Ev sahibi bunları bir qədər acılı halda deyib getdi. Gənc detektivlər Melisa'nın otağına keçdilər. Bu kişi bizə inanmır. Ayxan kinayə ilə dilləndi. Sən ona fikir vermə. Melisa otaqdakı 2 çarpaydan birinin üstündə əyləşdi. Çox dərdlidir. Zarafat deyil, doğma övladını itirib. Bir də ki, biz öz rəhbərimizin tapşırığını yerinə yetiririk. Fixman yəqin ki, bundan pul alan deyil. Deməli, havayı işləyəcəyik. Həmişə pulla işləməzlər ki. Mən də acgöz deyiləm, Melisa. Özün yaxşı bilirsən bunu. Ancaq mənə təcili pul lazımdır. Həm də çox. Melisa ayağa qalxıb gödəkçəsini soyundu. Qayışla sol tərəfdən bədəninə bağlanmış Magnuma tapançasını qaburu ilə birlikdə açıb stolun üstünə qoydu. Yalnız bundan sonra çox sevdiyi yoldaşına baxıb qəmli halda gülümsədi. Yaxşısı budur, gəl yataq. İş barəsində sabah danışarıq. İstəyirsən elə sən də burada yat. Yox, gedim öz otağıma. Melisa boynunu şıltaqlıqla burdu. Mən istəyirəm ki, sən burada qalasan. Biraz söhbət edərik. Ürəyinə başqa şey gəlməsin. Çarpayı 2-dir. Hərəmiz birində yatarıq. Yox, sən yat. Gecən xeyrə qalsın. Mən tək qalmaq istəyirəm. Ayxan bunu deyib qapıya doğru getdi. Ayxan, Melisa'nın səsində bu qədər narazılıq hiss olundu. Amma Ayxan buna əhəmiyyət verməyib dəhlizə çıxdı. Öz otağına keçib qapını içəridən bağlayaraq gödəkçəsini soyundu. Tabancasını masanın üstünə qoyub pəncərəyə tərəf getdi. Bu pəncərə evin arxa tərəfindəki bağçaya baxırdı. Onu açıb alaqaranlıq bağçaya tamaşa etməyə başladı. Melisa bir dəfə demişdi ki, onu sevir. Nə vaxt demişdi bunu? Keçən il noyabrda. Rostovdakı otellərin birində. Oraya ikisi birlikdə çox müəmmalı bir iş açmaq üçün getmişdilər. Ancaq Ayxan sevgi, məhəbbət söhbətlərinə inanmaq istəmirdi. 2 il əvvəl çox xoşladığı və az qala sevdiyi
Sveta adlı qız onu atıb varlı bir adama ərə getmişdi. Hansı ki, Sveta da demişdi Ayxanı sevdiyini, həm də dönə-dönə. Ev sahibinin onlara qarşı inamsızlığı gənc dedektivi yaman əsəbləşdirmişdi. Belə görünürdü ki, Fikrət Nəzərli onları təcrübəsiz və bacarıqsız uşaq hesab edir. Onun həmyerlisi Fikrət Nəzərli. Ayxan Azərbaycanda heç bir dəfə də olmamışdı. Amma oranı özünə çox doğma hesab edirdi. Azərbaycanın atasının doğulub böyüdüyü Sumqayıt şəhərinin adını eşidəndə ona elə gəlirdi ki, özünün doğulduğu, yaşadığı, şirin xatirələrini qoyub gəldiyi bir müqəddəs yer haqqında danışılır. Bəlkə də ona görə ki, Ayxan uşaq olarkən atası çox tez-tez ona bu yerlər haqqında dərin bir məhəbbətlə danışmışdı. Atasına qarşı heç bir acığı yox idi. Bilirdi ki, valideynlərinin ayrılmasında əsas səbəbkar anası olub. Bilirdi ki, atası onu könüllü olaraq atmayıb. Körpə deyildi o vaxt, 10 yaşı var idi və hər şey yaxşı yadında qalmışdı. Heç sonralar da anası atası haqqında pis bir şey danışmamışdı. Deyirdi ki, atan yaxşı adamdır, amma xasiyyətimiz tutmadığı üçün ayrılmağa məcbur olduq. Ayxan indi özünü Azərbaycan türkü hesab edirdi. Bütün varlığıyla, duyumuyla, düşüncə tərzi ilə hiss edirdi bunu. Hətta Azərbaycan türkçəsində danışmağı da çox yaxşı bacarırdı. Necə olmasa düz 10 il atası ilə bu dildə danışmışdı. Yox, 9 il. Ya bir qədər də az. Anadan olan kimi danışmayacaqdı ki. 10 yaşı olanda anasını, atalığını, körpə bacısını və qardaşını qətlə yetirdilər. Özünü isə xüsusi xidmət orqanının əməkdaşları uğurlayıb Moskvaya apardılar. Biraz sonra onlardan eşitdi ki, atasını da çeçenlər öldürüblər. Çox pis anlar keçirdi onda, çox dərd çəkdi, amma sonra keçirdiyi bir-birindən çətin günlər, ölüm təhlükəsi ilə dolu hadisələr ona hər şeyi, hətta atasını belə unutturdu. İndi belə çıxırdı ki, onun bu dünyada heç kəsi yoxdur. Bəli, Svetanı unutmaq qərarına gələndən sonra ümumiyyətlə heç kəsə bağlı deyildi. Heç kəsə görə məsuliyyət daşımırdı həyatda. Amma yox, Celen vardı. Vurub ömürlük şikəst etdikləri o balaca qızcığaz. Ayxan çox istəyirdi ki, onun xarici aparıb müalicə etdirsin. Buna isə küllü miqdarda pul lazım idi. Təxminən 200.000 dollar. Görəsən bu cinayətin üstünü atsa Fikrət Nəzərli ona bu pulu verər, amma əslində verməlidir. Pulunun qədəri yoxdur. Bu boyda şirkətin sahibidir. Həm də belə bir dolaşıq təhlükəli işə düşüb. Oğlu qətlə yetirilib, naməlum adamlar özünü də qalan ailə üzvlərini də ölümlə hədələyir. Bayaq Rizvan danışdı onlara. Fikrət Nəzərli ilə oğlunun ölümündən bir həftə əvvəl belə bir məktub gəlibmiş. Çıx get buradan, yoxsa sən də, bütün ailən də məhv olacaqsınız. Kim idi görəsən Fikrəti belə arxayınlıqla hədələyən? Kim idi bircə həftə keçmiş hədəsini soyuqqanlıqla yerinə yetirməyə başlayan, Yunisi qətlə yetirməklə bütün ailə üçün ölüm təhlükəsinin tam real olduğunu göstərən adam? Yuri Tarasov, Vartan Karamyan ya tamamilə başqa biri? Bu işdə hər şey sadə göründüyü qədər də mürəkkəb idi və belə çıxırdı ki, naməlum qara yaguarın sahibini tapmaq o qədər də asan olmayacaqdı. Qara yaguar, qara yaguar. Gənc dedektiv Ayxan Asay bu sözləri astadan bir neçə dəfə təkrar etdi. Sonra birdən kinayəli təbəssümlə gülümsəyib pəncərəni bağladı. Cəld hərəkətlə soyunub yatağına girdi və onun üçün hələ qaranlıq olan bu cinayət işi barədə daha heç nə düşünmək istəmədi. İndi o tez yuxuya getmək üçün tamam başqa bir xəyala qapılmışdı. Buradan çox-çox uzaqda yerləşən ömründə görmədiyi Sumqayıt şəhərinin küçələrində gəzirdi. Az keçmiş elə bu xəyalla da yuxuya getdi. 4-cü bölüm. Melisa səhər tezdən durub Ayxanı da qalxmağa məcbur etmişdi. Rizvanın iştirakı ilə darvazanın qarşısında ölüm hadisəsinin baş verdiyi yerdə təhqiqat aparırdılar.
Daha doğrusu əsas canfəşanlığı Melisa edirdi. Yuxudan vaxtsız oyadılmış Ayxan isə bir qədər laqeyd halda kənarda dayanıb ona baxırdı. Qız darvazadakı güllə izinə çox diqqətlə baxdı. Sonra Rizvandan xahiş etdi ki, yaxınlaşıb darvazanın qarşısında dayansın. Rizvan onun dediyinə əməl etdi. Yəqin ikinci güllə atılarkən aşağı əyilmişsiniz. Melisa fikirli halda dilləndi. Yoxsa düz ürəyinizdən deyəcəkmiş. Hə, Rizvan onun fikrini təsdiq etdi. Belə aydın olur ki, qatil kimdirsə sərras atıcıdır. Həm də deyəsən dediniz sol əllə atəş açıb. Hə, sol qolunu maşından çölə çıxartmışdı. Üzünü görə bildinizmi? Yox, hər şey çox ani oldu. Üstəlik küçə də qaranlıq idi. Amma mənə elə gəldi ki, o adam sifətinə qara dəsmal bağlamışdı. Ayxan Asayev yenə söhbətə qarışmadan onlara qulaq asır, laqeyd halda ətrafa göz qoyurdu. Siz maşını harda saxlamışdınız? Melisa sorğu-suala davam etdirdi. Bax burada. Rizvan darvazadan 3 metr aralı Hasanın yanını göstərdi. Asfalt yolla Hasanın arasında təxminən 4-5 metrlik boş sahə var idi. Niyə darvazanın düz qarşısında saxlamamışdınız? Rizvan kinayə ilə başını buladı. Bağışlayın, atanızın adı? Sadəcə Melisa deyə bilərsiniz. Biz sadə adamlarıq. Melisa, mən maşını burada saxlayandan Bahadur hələ evə qayıtmamışdı. Fikrətin qardaşı. Ona görə də darvazanın qarşısını kəsmək istəmədim. Hə, Melisa gəzir darvazanın qarşısında hər yerə bir daha göz gəzdirdi. Əməliyyatçılar yerə düşən gilizləri tapmışdılar. Yəqin ki, tapıblar, Rizvan cavab verdi. Polislər gələndə mən evdə yaramı sarıyırdım. Sonra isə Fikrətin yanında dayanıb ona təskinlik verməyə məcbur oldum. Həmin vaxt halı çox pisləşmişdi. Melisa əllərini belinə qoyub ətrafa boylandı və mənalı tərzdə başını yellədi. Hadisədən dərhal sonra burada olsaydım, yəqin ki, qatil barədə daha çox şey deyə bilərdim. Nə deyə bilərdin? Bayaqdan dinib danışmayan Ayxan istehza ilə söz atdı. Çox şey, cənab detektiv Asayev. Melisa'nın bu səsində istehza duyulurdu. Həm də deyəsən qız inci idi Ayxandan. Yəqin ki, axşam xahişini qəbul edib onunla eyni otaqda qalmadığı üçün. Hə, axı sən ballistika üzrə peşəkar mütəxəssissən. Silahlar barədə çox şey bilirsən, Ayxan dedi. Sən isə lovğa-lovğa danışmaqdan, tapançadan atəş açmaqdan, bir də vəsiqəni gözə soxub, detektiv Ayxan Asayev deyə qışqırmaqdan başqa heç nə bilmirsən. Ayxan daha ona cavab verməyib gülümsədi. Melisa yenə üzünü Rizvana çevirdi. Hadisə vaxtı əyninizdə nə var idi? Pencək? Bəli, pencək geyinmişdim. Onu da həmin vaxt geyindiyiniz köynəyi də mənə verərsiniz. Bir də Yunisin paltarını. Yunisin paltarlarını polisdə saxlayıblar məncə. Onda öz paltarlarınızı verərsiniz. Baxmaq istəyirəm. Yaxşı, verərəm. Elə bu zaman bir Jiguli asfalt yoldan burulub düz darvazanın qarşısında dayandı. Rizvan əlini qıvrım saçlarına çəkib astadan prokurorluğun müstəntiqi Oleg Sakulindir, dedi. Müstəntiq yerə inib əvvəlcə Rizvanla, sonra isə o biriləri ilə əl tutdu. Rizvan onun maraq ifadə edən baxışlarını görüb, tanış olun, dedi. Melisa Kazakova və Ayxan Asayev, Fikrət Davudoviçin dəvət etdiyi detektivlərdir. Moskvadan gəliblər. Abram Fixmanın hüquq xidmətləri bürosundan. Oleg Sakulin 30 yaşlarından biri idi. Deyəsən, klassik geyimlərə daha çox üstünlük verirdi. Əyninə xaki rəngli kostyum geyinmiş, ağ köynəyinə bənövşəyə qalstuk vurmuşdu. Üz-gözündən dərhal gizli bir narazılıq duyulurdu. Fikrət Davudoviç bizə inanmır, yəni? Yox, niyə ki inanır? Rizvan qaşqabaqlı dilləndi. Amma narahat olmayın, cənab müstəntiq. Ayxan cəld sözə qarışdı. Fikrət Davudoviç heç bizə də inanmır. O 80 yaşlarında birini arzulayırmış. Həm də ömrünün 60 ilini cinayət axtarışına sərf etmiş birini. Bəsdir Ayxan, Melisa məzəmmətlə həmkarına baxdı.
Həyətə keçdilər. Xidmətçi qadın buradakı böyük masanın üzərinə səhər yeməkləri düzürdü. Birazdan ev sakinləri süfrə arxasına toplaşdı. Hamı tutqun və kədərli idi. Fikrətin boğazından çay da keçmirdi. Elza Mixaylovna qaşqabaqlı halda oturub yeməyə əl uzatmırdı. Bahadur yeməyini könülsüz yeyir, hərdən oğrun-oğrun qardaşına göz yetirirdi. Yanaşı oturmuş Turxanla Aydəniz boşqablarına qoyulmuş qayğanağı çəngəllə didirdilər. Ümumiyyətlə, süfrədəkilərdən Bahadurun uşaqları ilə Ayxandan başqa heç kəs iştahla yemək yemirdi. Cansıxıcı səhər yeməyi bitən kimi Melisa üzünü müstəntiqə tutdu. Cənab Sokolin, xahiş edirəm, ekspertizanı və istintaqın nəticələri barədə bizə də məlumat verin. Deyəsən, müstəntiq də Fikrət Nəzərli kimi gənc detektivlərə inanmır, onlara bir qədər saymaz yana baxırdı. Amma hər halda qızın sualını cavabsız qoymadı. Şahid ifadələrindən belə məlum olur ki, İvanovka kəndindəki fermanı yandıran və Yunisi qətlə yetirən eyni adamdır. Buna heç bir şübhəmiz yoxdur. Hər iki cinayətdə eyni qara rəngli Jaguardan istifadə olunub. Yunisin ölümünə səbəb olan və Rizvan Salmanoviçi yaralayan güllələr Colt tipli tabancadan atılıb. Biz artıq yoxlamışıq. Bu silahdan əvvəllər heç bir cinayətdə istifadə olunmayıb. Fermanın yandırılmasından sonra Fikrət Davudovicə gəlmiş məktubdakı təhdidi nəzərə alsaq, belə düşünmək olar ki, qatil Yunisi planlı şəkildə öldürmək istəyib. Rizvan Salmanoviç isə bir növ şahid qalmasın deyə atəş açıb. Onların həmin saatda bu evdən çıxacağını Oskar adlı biri bilirmiş. Mən onu şəxsən danışdırdım və o ifadəsini göstərdi ki, Rizvan Salmanoviç onu Delfin kafesinə görüşə çağırır və o saat 8:50-də kafedə olub. 9:30-a kimi orada gözləyib. Sonra isə çıxıb gedib və bir də səhər eşidib ki, hadisə barədə eşidib. Oskar bunu da bildirdi ki, təyin olunmuş görüş barədə nə əvvəl, nə də sonra heç kəsə deməyib. Bildiyimizə görə o cənab Tarasovun qaraj müdürüdür. Bu işlə əlaqədar şirkət sahibini danışdırmısınız? Tarasovu? Müstəntiq özünü bir qədər itirdi. Yox, danışdırmamışam. Mən əminəm ki, Oskar yalan danışır. Rizvan qətiyyətlə dedi. Fermanın yandırılması da bu ölüm hadisəsi də Tarasovun göstərişi ilə olub. Müstəntiq bir anlıq susub nəhayət təmkinlə dilləndi. Cənab Tarasovun tabirində olan adamların 4-ündə qara rəngli Jaguar var. Mən o adamları da danışdırmışam. Hər bir hadisə vaxtı tamamilə başqa yerdə olduğunu sübut edə bildi. Şəhərdəki bütün maşınları siyahıya almışam. Bunların sayı elə çox da deyil. Cəmi 12 avtomobil. Həmin Jaguar başqa yerdən də gətirilə bilər. Ayxan atmaca atdı. Əlbəttə, Tarasov öz işini yaxşı bilir, Rizvan dedi. Hər şeyi necə lazımdır, əvvəlcədən hazırlayıb. Sokolin bir söz deməyib çiynini çəkdi. Hamının sustuğunu görən Fikrət Nəzərli ağır-ağır dilləndi. Bu iş barədə dünən səhərdən baş sındırıram. Nədənsə mənə elə gəlir ki, Tarasov belə iş tutmaz. Düzdür, İvanovkadakı yer üstündə aramızda ciddi rəqabət yaranıb. Amma ortada alışqan məsələsi olmasaydı, mən daha çox başqasından şübhələnərdim. Kimdən? Melisa soruşdu. Vartan Karamyandan. Bir ay əvvəl onunla aramızda xoşa gəlməz bir şey olmuşdu. Mən onu adamlarının gözü qarşısında şillə ilə vurmuşdum. Amma yanmış fermadan üzərində Karamyanın adı yazılmış alışqan tapılıb. Bu biraz qəribədir. Biz müşahidə aparmaq üçün mütləq oraya da gedəcəyik, Melisa dedi. Ancaq indi mən istəyirəm ki, bu evdə yaşayan hər bir kəsi danışdırım. Bilmək istəyirəm, o axşam burada baş verən ölüm hadisəsindən kim necə xəbər tutub? Biz xəbər verənədək heç kim, Rizvan dilləndi. Hadisəyə yalnız Kolye ilə mən şahid olmuşuq. Sonra Kolye evə qaçıb hamını xəbərdar etdi. Mən o axşam güllə səslərini eşitdim. Rizvanın qızı birdən-birə dilləndi. Hamı dönüb ona baxdı. Bu yaşına görə bir qədər kök, qarayanız, ancaq suyişinin bir qızı idi. Qaranlıqda saçlarının qıvrım olması da, hətta saçlarının qıvrım olmasında da atasına çəkmişdi. Necə eşitdiniz? Melisa dərhal soruşdu.
Atam gedəndə mən bildim. Otağımdan çıxıb pilləkənin başına qədər gəldim. Onu Yunislə darvazadan çıxan gördüm. Sonra birdən güllə səsi eşitdim. Qorxub özümü itirdim. Həyətdə Kolyadan başqa heç kəs yox idi. O cəld darvazaya tərəf getdi. Mən də pilləkənlə aşağı endim. Bu zaman daha bir güllə səsi eşitdim. O anda tez qaçaraq geriyə qayıdıb Fikrət əminin otağının qapısını döydüm. Onlar gedəndən sən niyə evana çıxdın ki? Sualı yenə Melisa verdi. Aybəniz bu sualdan tutulub bir qədər qızardı. Elə belə. Yəni baxdım ki, görüm atam hara gedir. Atanın həmin görüşə gedəcəyini sən də bilirdin? Yox, ancaq bilirdim ki, harasa gedəcək. Maşını həyətə salmamışdım. Melisa ev sahibinə tərəf döndü. Xahiş edirəm, mühafizəçilərinizi çağırın. Müstəntiq də başqaları kimi susub Melisa Kazakovanın sorğu sualına qulaq asırdı. Bir qədər sonra Kolya, Sultan və Valeri gənc detektivin qarşısında dayanmışdılar. Masanın arxasında Aydənizlə yanaşı oturmuş Ayxan isə qollarını sinəsində çarpazlayıb, heç bir məna ifadə etməyən nəzərlərlə gah Melisanı, gah da mühafizəçiləri süzürdü. Melisa bu dəfəki sualını Sultanla Valeriyə verdi. Hadisə baş verən anda siz harda idiniz? Bu şəhərə bir neçə il əvvəl Azərbaycandan gəlmiş Sultan birinci dilləndi. Evin arxasındakı bağçada idik. Kolya tapşırmışdı ki, oradakı quş damının yanına tökülmüş odunları səliqə ilə evin arxasına yığaq. Bəs siz güllə səsi eşitdiniz? Yox. Biz eşidə də bilməzdik. Valeri dilləndi. Evin arxasında işləyəndə pəncərədən gür musiqi səsi gəlirdi. Hansı pəncərədən? Bahadurun uşaqları qalan otağın pəncərəsindən. Yaxşı, siz gedə bilərsiniz. Melisa mühafizəçiləri azad etdi. Bu zaman müstəntiq Sakulin boğazını arıqlayıb güclə sezdən istehza ilə dilləndi. Məncə biz daha çox onu araşdırmalıyıq ki, Fikrət Davudoviçin bu şəhərdən çıxıb getməsi kimlərə sərfəlidir? Doğrudur, Melisa onunla razılaşdı. Amma hələ ki mən hadisənin özü haqqında tam təsəvvürümün olmasını istəyirəm. Dönüb, bayaqdan sakit oturub siqaret çəkən Bahadura baxdı. Siz o gün axşam evə nə üçün? Evə nə vaxt gəldiniz? Saat neçədə? Bahadur nədənsə əsəbi şəkildə başını yellədi. Təxminən ona 20 dəqiqə işləmiş. Şəhərə çatandan sonra Ruslanı evinə apardım. Sonra isə birbaş bura gəldim. Artıq onda polis işçiləri burada idilər. Bəs sizə zəng vurub hadisəni xəbər verən olmamışdı? Yox. Ani yaranmış sükutu Rizvan pozdu. Mən təkrar edirəm ki, bu işi Tarasovun adamları edib. Yanğını da, ölüm hadisəsini də. Siz əgər bacarırsınızsa, çalışın işin icrasını tapıb, hər şeyi ona sübut edəsiniz. O lənətə gəlmiş Jaguarın sahibini. Süfrə arxasındakı söhbətlərə qətiyyən qoşulmayan Turxan da deyəsən sadəcə nəsə demək xatirinə səsini çıxartdı. Rizvan əmi, bəs yanğın yerində tapılmış alışqan? Rizvan acı-acı gülümsədi. Karamyan o qədər axmaq deyil ki, özünü uşaqcasına ifşa etsin. Həmin alışqanı oraya Tarasovun adamları bilərəkdən atıblar. Müstəntiq onun fikrini qismən təsdiq etdi. Mən də belə düşünürəm ki, alışqanı oraya şübhəni Karamyana yönətmək üçün atıblar. Axı Fikrət Davudoviçin Karamyanı şillə ilə vurduğunu bütün şəhər bilir. Ancaq mən sizin kimi qəti hökm verə bilmərəm ki, bu cənab Tarasovun işidir. Bunu tamam başqa şəxslər də edə bilərlər. Ayxan birdən əlini masaya vurub ayağa qalxdı. Mən isə belə düşünürəm ki, burada boş-boş danışmaqdansa, Melisa'da, mən də yanmış fermada olub təhqiqat aparmalıyıq. Fikrət də daxil olmaqla masa arxasındakı kişilər onun narazı nəzərlərlə süzdülər. Mən səninlə razıyam, Melisa dedi. Ancaq yaxşı olar ki, əvvəlcə Yuri Tarasov və onun yaxın ətrafını danışdıraq. Ayxan əlini yellədi. Hara gedəcək isə elə indi gedək. Nə olar? Tarasovun da qonağı olarıq. Bəlkə heç olmasa orada içməyə bir şey də tapdıq. Müstəntiq Sakulin mənalı tərzdə gülümsədi. Cənab Tarasov viski azərkeşidir. Sizi məmnuniyyətlə bu içkiyə qonaq edər.
Amma əvvəlcədən deyim ki, ona sataşmağı sizə heç məsləhət görmürəm. Viski, Ayxan sanki canlandı. Elə mən də viski içirəm. Deməli, bizimki onunla yaxşı tutacaq. Sən lap xarab olmusan. Melisa dodağının altında deyinib yerindən durdu. Və bir anlıq düşünüb əlini Turxanın uzun saçlarına çəkdi. Bəlkə bizi Tarasovun şirkətinə sən aparasan, cavan oğlan. Əlbəttə apararam. Turxan bunu deyib cəld qalxdı və həyətdə saxladığı maşınına doğru getdi.